Dünən sosial şəbəkələrdə bir video paylaşılmışdı. Hacıqabul rayonunda bir vulkan püskürmüşdü. Çəkirəm mən o. Vulkanın adı qeyd olunmamışdı. Ona görə də bugün Hacıqabula gəlib bu vulkanı tapmağa çalışdıq. Yerli cəmaatdan, çobanlardan soruşa-soruşa gəlib bu yerə çıxmışıq. Buranın yolu çox çətin idi. Demək olar ki, yol yox idi. Dərə, təpə özümüzə yol açıb birtəhər gəlib bura çıxmışıq. Və hal-hazırda o püskürən vulkanın yanındayıq. Bura Durandağ vulkanıdır. Bu vulkanın krateridir. Gəlib düz kraterin üstündə dayanmışıq və araşdırıb bu püskürmə yerini də tapmışıq. Hal-hazırda gördüyünüz kimi qaz yenə də yanır. Bu qaz yerin altında yığılır və bayıra çıxanda alışır. Ona görə də belə bir püskürmə baş verir. Vulkanın üzərində böyük alov görsənir. Hal-hazırda qaz zəifləyibdir, böyük alov yoxdur, amma indiyə qədər gördüyünüz kimi qaz yanır. Yəqin ki, burada durmaq hələ də təhlükəlidir. Böyük püskürmə baş verə bilər. Amma düzü də maraqlı bir hadisədir, hər dəfə olmayan bir hadisədir. Ona görə də bu hadisənin üstünə gəlib buranı çəkmək çox əhəmiyyətlidir. Azərbaycanda təkcə yanardağ yanmır, gördüyünüz kimi Durandağ da yanır. Təsadüfi deyil ki, Azərbaycan odlar ölkəsidir. Hal-hazırda Üzeyir düz kraterin mərkəzinə gedib, düz alovun yanındadır. Sözsüz ki, təhlükəlidir. Onu bu işdən çəkindirmək istədim. Lakin vulkan ola, Üzeyir ola və vulkandan kənar dura qeyri-mümkündür. Odlar yurdunun odalan hissəsindəyəm.